Salam dostlar. Polşaya iş vizası üçün müraciət edəndə biz əvvəlcədən bildiririk ki, sənədlərin hazırlanması və vizanın alınması prosesi təxminən 9-12 aya çəkə bilir. Bəziləri deyir ki, bu çox uzun müddətdir, amma mən sizə başqa tərəfdən baxmağı tövsiyə edirəm. Mən artıq 5 ilə yaxındır Polşada yaşayıram və xüsusilə gənclərə bunu demək istəyirəm. Bu 9-12 ayı sadəcə gözləməyin. Bu vaxt ərzində polyak və ya ingilis dilini öyrənin. Çünki Polşaya gəldikdən sonra iş sənədləşmə və gündəlik həyat vaxtınızın böyük hissəsini alacaq. Dil öyrənmək üçün əvvəlki qədər imkanınız olmayacaq. İnanın, bura gəldikdən sonra geriyə baxıb düşünəcəksiniz ki, kaş bu vaxtı daha səmərəli istifadə edərdim. Bu gün özünüzə yatırım etsəniz, sabah Polşada daha yaxşı iş tapmaq, daha yüksək maaş qazanmaq və daha sürətli inkişaf etmək imkanınız olacaq. Unutmayın, Avropada uğur təsadüf deyil, uğur hazırlığın nəticəsidir.